Hörmətli izləyicilərim, bugünkü çəkilişimiz Sabunçu qəsəbəsi Anaşkində 2 mərtəbəli bir evin çəkilişinə gəlmişik. Yerləşmə yeri 22 nömrə marşrut xəttinin tam yolunun kənarında. Kommunallar qaydasındadır, sənəd bələdiyyədir. Evimiz cütdaşla inşa olunub. Daxil olduq birinci mərtəbədə yerləşən kirayə üçün nəzərdə tutulmuş bir otaqlı bir evə adlı girişi var. Kirayə üçün nəzərdə tutulub. Yəni həmişə də kirədə olub. Maşın girən həyəti, həmçinin evin arxasına qarajdan da birbaşa daxil olmaq olur. Qaraj qapısı da mövcuddur. Belə bir həyət yanı sahə, ağaclar. Giriş hissədən daxil olduğu evin birinci mərtəbəsini təqdim edirəm sizə. Mətbəximiz yerləşir birinci mərtəbədə. Cütdaşla inşa olunub, şəxsi tikili evdir. Yaşayışlı. Birinci mərtəbə üçün nəzərdə tutulmuş sanitar qovşaq hamam otağı. Belə bir yataq otağımız. Kombi sistemli evdir və çöldən birbaşa qaraja evin altına daxil olmaq üçün maşınla. Keçdik ikinci mərtəbəni də təqdim edeyim sizə. Həmçinin ikinci mərtəbədə də hamam sanitar qovşaq nəzərdə tutulub. Yataq otaqlarını bir-bir təqdim edirəm. İkinci mərtəbədə 2 yataq otağı, ikinci yataq otağı və üçüncü yataq otağını da təqdim edeyim. 4 otaq yerləşir ümumilikdə ikinci mərtəbədə. Üçüncü yataq otağımız və geniş bir qonaq otağı. Evimizin qiyməti ekranda qeyd olunacaq. Sənəd dediyim kimi bələdiyyədir, kommunalların hər üçü mövcuddur. Evimizin kombi sistemi var. Anaşkində 22 nömrə marşrut xəttinin tam yolunun kənarındadır. Bu formada bir balkonumuz. Buyurub əlaqə saxlaya bilərsiniz.